Deməli, Miqə girişdən vermişdim 4 bucaqlılar, çox Bəli, bucaqlılar. bəli. Nətər idi? Çətin idi, yoxsa asan idi? Oldu, yaxşı. Məncə orta idi, elə? Bəli. Bəli. Səvin istədi. 258. Əsas 3 bucaq, 3 bucaq biləndən sonra 258. Hı. Əsas 3 bucaqlar, 3 bucaqlar biləndən sonra yerdə qalanlar bilmək asan olur. Nisbətən çətin deyil. 258, yəni ötəsindən gəlmək olur. Videonu göndərmişdim, qaydalara baxdınız, yoxsa ancaq kitablardan oxudunuz. Yəni hər ikisini yeyə bilərsiniz. Kitabdan da oxuya bilərsiniz, qaydanın izahına da baxa bilərsiniz, problem yoxdur. 258, səhifə 258. Başlayaq yavaş-yavaş, şimdi görüm suallarınız nədir? Nəyi, niyə yaza bilməmiş? Baxaq. Deyin gəlsin görüm. 17-yə baxa bilərik müəllimə. Baxaq 17-yə. Deyir ki, baxım görüm nə deyir. Qələm götürüm. Götürə bilmirəm, çünki toku yoxdur. Bilən taxılım. Bu 17 söhbət deyir ki, nədən düzgün çox bucaqlıdan bəri. Düzgün çox bucaqlı nədir? Tərəfləri və bucaqları bərabər olan qabarıq çox bucaqlıdır. İndi bizə deyək şəkildə düzgün çox bucaqlının hər bir, yox, bir hissəsi vermişdi, verelim. Bucaq ABD bərabərdir 7, bucaq CB'dir. Bucaq CB'yə bir x deyək. ABD 7x. Onda belə çıxır ki, hər təpədəki bucağı, daxili bucağın içəri 7x-dir. Üzrüsay 8x-dir. Onda mən C bucağında 8x yaza bilərəmmi? Yaza bilərəm, biraz böyüdüm. Düzgün çox bucaq olduğuna görə bunlar bir-birinə bərabərdir. Yəni burada gördüyümüz B, C, D, 3 bucağı bərabər yanlış bucaqdır. Onda burada x olacaq. Aldıq bir dənə 3 bucaq. 3 bucağın daxili bucaqların cəmi 180 olduğunu nəzərə alsaq. Deməli, C, B, D, 3 bucağında bucaqlar asılar x-dir, bir də 8x-dir. Toplam 180 olmalıdır. Buradan alırıq ki, 10x bərabər, 180x bərabər 18. X 18 aldım. Bizə deyir ki, bu çox bucaqlının diaqonallarının sayını tapın. Yaxşı olsun. Xarici bucaq, daxili bucaq 8x-dir. Yəni 8 vurulsun. Ya da belə baxaq. Baxaq, xarici bucaq nə qədərdir? X, x. 2x düzdür. Bucaq xarici bucağın tutduğunu anlamda 2x. Onda belki xarici bucaq nə qədərdir? 2 vur x-ə, yəni 2 vur 18. Bəli, 36-dır. Xarici bucaq 36-dırsa, biz də bilirik ki, xarici bucaqların cəmi 360-dır. 360-ı bölüləm 36-ya. Demək, tərəflərin sayı 10-dur. Tərəflərin sayı 10-dursa, diaqonalların sayını düsturunu soruşur bizdən. Diaqonalların sayı düsturda n vurulsun, n çıxılsın, 3 böl 2-dir, düzdür? Buradan aparaq, yerinə yazsam, bu olacaq 35. 7, 70, 35, bəli. 35 D variantı. Bildin mi müəllimə? Çox bucaqlarda belə, düzgün çox bucaqlarda bu şəkildə gedirik. Daha sonra neyniyək? Sualımız? 22-yə də baxa bilərik. Baxarıq, niyə baxmırıq ki? Yazmışsınız, ümid edim ki, yazmışsınız. Yalanın yox, bir də baxmırıq, ha. İnşallah ki, yazmışsınız. Çünki bunu daha sonra sürətli gedəcək təkrar gedəndə. Ona görə də yaxşı-yaxşı öyrəndiyində. Deyər, bir tərəfin bitişik, bir tərəfin bitişik iki tərəfinin uzantısı nə? Bir tərəfin bitişik iki tərəfinin uzantısı bir-birinə perpendikular olan düzgün çox bucaqlının. Belə də deyir ki, düzgün çox bucaqlı tutaq ki, belə demək istəyir. Deyir, bir tərəfinə bitişik, yəni bu tərəfinə bitişik iki tərəfin uzantısı, yəni bax bu tərəflərin uzantıları nədir bir-birinə? Perpendikulardır. Yəni bura 90-dır. Onda bunlar 45-dir, 45, burada 45, düzdür. Məndən soruşur nəyi? Onda daxili bucaq neçədir? 135. Neçə tərəf var? Neyə? Mənə xarici bucaq lazım. Xarici bucaq 45 deyir. 360-ı bölürəm 45-ə. Tapıram tərəflərin sayını. O da 9 edir, yox 8 edir. 8. 8 dənə tərəf var müəllimə. Başa düşdük nə dediyimi? Başa düşməsi bir də soruşun. Yox, bildim, çox sağ ol. Çox güzel sonra. Sonra kimin sualı? Biraz tez olun mənim. 25. Neçə? 25. 25. Bir təpədən çıxan ən kiçik iki diaqonal arasındakı bucağı 120 olan düzgün çox bucağın içə tərəf var. Gəl düzgün çox bucaqlı çəkək. Tutaq ki, bir hissəsini çəkirik. Deyir ki, tutaq ki, bu da olsun belə. Bir təpədən çıxan
Bir də oxuram. Bir təpədən çıxan ən kiçik iki diaqonallar, ən kiçik diaqonallar qoşulardır. Bir deyil, bir də belə, düzdür? Bunlar Aha. tərəflər bilmirəm, neçə tərəflər var, bilmirəm burada. Deyir, bunlar arasında qalan bucaq 120-dir. Düz oxudum. Düzgün çoxbucağın neçə tərəfi var? Gəlin baxaq. Bura 120-dir. Tutaq ki, bura olsun x, bura olsun x. Burada x, düzdür? Burada Bəli. x. Onda təpə bucağı neçə olacaq? 120 üstə gəl 2x. Düzdür? Təpədən nə gördüm mən? Bax, burada nə gördüm mən? 120 üstə gəl 2x. Bəli. Onda axı bu da təpə bucağıdır, bura. Baxın, burada təpə bucağıdır. Bu da olacaq 120 üstə gəl 2x. Düzdür? Onda bax, bu üç bucağa baxsam, üç bucağın daxili bucaqlarının cəmi x-dir, bir də 120 üstə gəl 2x-dir. Bunlar toplam 180 olmalıdır. Buradan alalım ki 4x bərabər 180'in 120 çıxanda 60, x olacaq 15. X 15'dir. Onda daxili bucaq nə idi bizdə? 120 üstə gəl 2x idi də. Daxili bucaq 120 üstə gəl 2 vur 15, yəni 30, yəni 150'dir. Onda xarici bucaq 180 çıxılsın 150, 30'dur. Xarici bucaq 30'dursa, xarici bucaqların cəmini 360'ı bölüm 30'a tapıram nəyi? Tərəflərinin sayını, bu da 12. 12'dən tərəf var. Hansı məsələ idi bu məsələ? Bəli. E variantı. E variantı, bəli. Nə oldu? Niyə yazmadı bu? 12'den bucaqlardan gedirik müəllimi. Görürsünüz, hamısında bucaqlardan gedirik. E variantı. Daha sonra sualımız neydi? 37. 37'ye baxaq. Deyir ki, ABCD paralelogramında MY 8'dir. Bura 8'dir. 3BM bərabər 2MC. Yəni BM 2K'dır, MC 3K'dır. Baxaq, BM hanı? BM 2K'dır. Bura 2K'dır. Burada MC. Burada 3K'dır. Onun toplam buraya 5K'dır. Düzdür müəllimlər? Bəli. Açdılar daxil. İndi bizə soruşur nəyi? AM'in uzunluğunu. AM'in uzunluğunu tapmamız gərək buranı biləm. AY'ni gərək biləm. Gəlin biz baxaq hara, odaqlanaq, bax bu üç bucağa. Baxın, bax bu üç bucaqlara baxın. Oxşardır ha. Bunlar oxşardılar. Oxşar olduğuna görə uyğun tərəflərin nisbəti bir-birinə bərabərdir. Yəni uyğun tərəflər hansılardır? Bax bu bucaqların qarşısındakı tərəflər. Bəli. 2K. Bəli, 2K'nın 5K'ya nisbəti bərabərdir 8'in x-ə nisbəti. Çünki bunlar daxili bucaqlardır. Bunlar bir-birinə bərabərdir. Eyni bucaqların qarşısındakı tərəfləri bir-birinə bölür. 8 bölünsün x. Bəli, buradan alıq ki, K-lıqsa gedəcək. X bərabər 20 oldum. Düzdür? 20. X 20'dir, məndən AM soruşsa, AM də 28'dir. Bəli. D variantı. 20 ilə 8'in cəmi 28. Ümumiyyətlə, belə görürsəm, yəni bilin ki, bu nədir? Oxşarlıqdır. Bu trapeziyada var, paralelogramda da olur, düz bucaqda da olur. Qum saatı da. Bəli, qum saatı deyilir. Mən onu kəpərək də deyirəm bəzən. PDF-i neyi belə olur, belə. 168 demişdik, düzdür müəllimlər? Siz sualınızı verin, mən onu tapana qədər. 160 daha doğrusu. Siz sualınızı verin. 56'dadır məndə. Hı. 260'daydı, düzdür? 56. Burada da oxşarlıq var müəllimə. Baxın, bilmirəm. Baxın, müəllimə, baxın, bilmirəm. Şəkil belədir, yəqin ki, oxşarlıq var. Deyir ki, A, B, C-də rombdur. Şəkil buradadır, buradadır. Şəkil. BM perpendikular C-yə bu heç. BC 12, BC bura 12. 12, davam edirdik. Və buranı oxuya bilmirəm, mənim. Bura nədir? MD MD 18. 18. MD 18. Bura 18 olarsa oxşarlığını alacaq yəqin. Çox güman ki, davam edək. Olarsa CN uzun soruş. CN. Hanı CN? Hə, buranı. Bunu soruşur bizdən. Gəlin baxaq, rombdur da bu. Onda o tərəf olacaq 12. İndi- ND 12 minus x olur. Romb Yox, elə olduğuna get- görə bütün tərəfləri 12'dir də. Elə gedəkmi, yoxsa başqa cür gedəkmi? Gəlin belə gedək, müəllimlər. Bura 12'dir. AD 12'dir, düzdür? Aha. Bura 90'dır. Bu paralel olduğuna görə burada 90'dır.
Burada Romun tərəfi də 12-dir. Oxşarlıqdan istifadə etsək, mən bura y taparam, düzdür? Yoxsa başqaca gedək? Ya da siz deyirsiniz, düz deyirsiniz, istədiyiniz kimi gedək. Bura olsun nə? 12 çıx x. Olsun mu? 12 çıx x. Onda belə çıxaq. Gəlin, bax, bu üçbucaqdan gedək oxşarlıqdan. Eyni şeydir. Zaten oxşarlıqdan gedik burada da, orada da. Eyni şeydir. Deməli, 12-nin 18-ə nisbəti, 12-nin 18-ə nisbəti bərabər x-in 12 çıx x-ə nisbəti. X-in 12 çıx x-ə nisbəti. Buradan x-lər aparım 6-ya, burada 2, burada 3. Aha. Çarpaz vursam nə alıram? 3x, belə çarpaz vursam 3x, bərabər belə çarpaz vururam. 24 çıx 2x. Buradan alıram ki, 5x bərabər 24. X bərabər 24-ü 5-ə böldüm, neçə düşdü? 4, onda 8, məndən də x soruşur, dili. A variantı. Bu üçbucaqdan da geçsəm eyni şey alacaqdım, fərqi yoxdur, yeni oxşarlıqdan alacaqdım. Ona görə bundan getdim, qum saatından, fərqi yoxdur. Daha sonra nəyə baxaq? 61. Mən dedim ki, geçsəydim, məsələn, eyni şey gedəcəm. Baxın, mən onunla gedə bilərdim. Yəni, yarımcı saxladım, elə biraz başqa şeydir. Mən buna y deyirəm, baxın, bura 12-dir. Bura toplam 30-dur. Düzdür? Bəli. 30-dur. Onda qarşı katetin nisbəti, yəni 12-nin bura y-ə nisbəti bərabər hipotenuzun, yəni 30-un hipotenuz, yəni 18-ə nisbəti. Buradan x yaparsam, burada 6 yaparsam, burada 3, burada 5. Yenə çarpad vursam, alıram nə? 5y bərabər 36, y bərabər 36-nı bölündə 7, onda 2. 12-dən də 7, onda 2 çıxanız, yenə nə çıxır? Bura x oluşur da bizdən. Bura opsiyon 2 daxil. Eyni şey gəl çıxır, bəli. Hər iki versiyanın gedə bilərsiniz. Oxşarlıqdan istifadə edək, bəli. Daha sonra nəyə baxın, müəllimlər demişdiniz? 61. 61. Bəli. 61. Baxaq görək burada nə deyir? Deyir ki, bura toplam nədir? 8'dir, sonra bura 5 olacaq, düzdür? A, 5'dir, Romda bura 8'dir, yine burada 8'dir, dolduraq hər tərəfi. A bucağı 30'dur. Emin parçasını soruşur bizdən, emin buranın ikisi soruşur bizdən. Trapesiya kimi getmək istədim, alınmadı. Gəlin belə deyək, bunu paralel çəkim buradan mən. Gəlin belə getməyə çalışım, görün nə alacam. Belə eləsəm, müəllimlər, baxın, belə çəksəm bunu belə. Paralel çəkirəm, ha. Bax, bu emini, bura x olsun. Onda bura 2 olduğuna görə bura 3 olacaq. 3, düzdür. Başa düşdün nə dediyim mi? Bəli, onu 2 yerə böldünüz də, 5-i. Paralel çəkdim, paralel. 2 yerə bölmədim. Bax, bu x deyil, bu x-ə paralel çəkdim mən belə. Paralel çəkdim deyəm, bura 2, belə deşik görürsün. Bura 2 oldu. Onda 5-dən, bax, 5-in 2 çıxanda bura 3 oldu axı. Bəli. Düzdür? Mən bura x olduğuna görə paralel çəkdim, bura da x-dir. İndi mən baxacağım, mən bax, bu üçbucağa. Bax, bu üçbucağa. Hansı ki, tərəflər nədir? 8'dir, 3'dür, bir də, baxın, üçbucağı çəkirəm buradan belə. Bura 8'dir, bura 3'dür, burada 60'dır. Kosinüs terimini ala bilərəmmi bunu? X-i. Bəli. Alacağım nə? Kosinüs terimine görə x-in kvadratı bərabərdir. 8'in kvadratı, üstə gələk 3'ün kvadratı, çıxılsın 2 vur, 8 vur, kosinüs 60. Kosinüs terim budur. Buradan alalım ki, 64, 9, kosinüs 60'da 2'də 1'dir, gedir bundan. Bu 3'ü unuttum, burada vuruş var. Çıx 24, düzdür. O da bərabər 49, bəli. 49'dan içənin kvadratıdır, müəllimlər. PDF yazsa, PDF yazmır. Bəli. Qələm niyə yazmır, 49, bəli. Demək, belə çıxır ki, nədir? MN, x demişdi ona da, düzdür. Getdi müəllimlər, bəli. Lazım olanda paralel çəkəcəksiniz belə. Daha sonra nəyə baxaq, müəllimlər, sualımız? 64. Müəllimlərimizin bəzilərini qoşulmur, mən bilmirəm, nəyə gözləyək onlar. Deyəsən bir dənə müəllim səhvimdir, müəllimə. Başqa müəllimlər demir. Nə bilim. 64 Bir müəllimə sonra müəllim. Mən işləmişəm, prosto yoldayam deyə səs açamıram hər dəqiqə. 64 deyiz müəllimə. Bəli.
ABC'de rombunda romb yine BH hündürlüktür. BH toplam neçədir? 36'dır. Bəli. BM 26, MH 10, MC'nin uzun soruşur bizden. MC buranın. 10'dur, 26'dır. Onda belə deyək də. Bura mən Y deyim. Baxın, yenə oxşarlığını tapsaq əgər. Hündür yoluna görə bura 90, düzdür müəllimlər? Bəli. Bura 90, Bəli. paralel da bura 90'dır. Eğer mən BC'ni tapmış olsam, tapacağım, düzdür? Onu da tapa bilərəm. Mən bura Y deyim. Burada ne diyeyim? A diyeyim de. A bölünsün Y beraberdir. 26 böl 10. Düzdür? Evet. Tapabilirim değil de. Onu da buradan alırım ne? Buradan x yaparsam ki 13 böl 5. 5. Onda bura 13x. Bura neçədir? 13K'dır. A olacak 13K. Bura 5K. Düzdür. Kişi yazmıyor. Şöyle gel yazın biraz. Bura olacak 5K. A olacak 13K. Sonra neye bakaq? MC'nin son sorusu. Pifagor'dan tapsa romptu da bu. 12. Onda burada 13K'dır. Düzdür. Romu sayısı rompu 12 takıblar. 13. Yo, indi o Pifagor'la olsa bu birisi 12 olmayacak. 5, 13, 12. Bu 36, bak bu 20, 36 var ya, bak bura 12K'dır. Ben o deyirəm də mənim. He. 12K 36'dır. Onda K neçədir? 3'tür. Onda A bura olacaq 39, düzdür. İndi göstərgə salın. 13K idi daxı bura. Olacaq neçə? 39. Pifagorun tapırıq eksi. Gəlin baxaq. Bax bu üç bucaqdan baxırıq ha. Təzədən bunu çəkin buradan. Bir kişi yazaq. Deməli belədir üç bucağımız. Yox, güya kişi çəkdim. Gəlin bax üç bucağımız bax budur. Çəkirim həmin üç bucağı. Məndən soruşdu bax buranı. Bura 26'dır, bura 39'dur. Gəlin 13'e eksi yaparım. Bura 2, bura 3. Təzədən 13'e vuracağım da. Kök altına 2'nin kvadratı, 3'ün kvadratını çevir. 4 ilə 9, 13. Kök altı 13. 13'e de bölmüşüm. Təzədən 13'e de vururam. 13 kök 13. C variantı. Yenə oxşarlıqdan istifadə edirik. Düzdür mənlər? Həm də düz bucaq, düz bucaqdan. Yaxşı məsələ idi bu da. Bəli. Daha sonra nəyə baxaq? 67 müəllim. 67. 67. Düzgün ne de bir dokuyun. Düz bucaqlının diagonalının uzunluğu 12'dir. Gəlin baxaq bu düz bucaqlı çəkək bir dənə şəkil çəkək sonra. Düz bucağın diagonalı 12'dir. Tərəfin 30 dərəcə bucağı əmələ getirir. Onda bura neçədir? 6'dır. Burada 6 kök 3'tür. Düzdür. 30 dərəcə bucaq qarşısında duran kadet. Bax bu üç bucağa baxırıq. Bəli, pitonun yarısını bax üç bucağa odaqlanır buradan. Onda bura 60 olduğuna görə 60'ın qarşısı olacaq 6 kök 3. Bizə soruşdu bu düz bucağın perimetrini. Perimetrini tapmaq üçün yendik. 2 vurulsun eni, üstəgəl uzunluğu. Buradan da altını ortaq vuruq çıxarsaq, bax buradan altını. 12, bir üstəgəl kök 3. A variantı deyir daha burada. Bir tamam. Daha sonra 74. 74'e baxaq görək nədir 74. Düz bucaqlının tərəflərinin diagonalı üzərində proyeksiyları, bir də baxın düz bucaqlının tərəflərinin diagonal üzərindəki proyeksiyların uzunluğu bildim nə edir. Düz bucaqlı çəkək bir dənə. Düz bucaqlının diagonalıdır bu. Deyir onun tərəflərinin, yəni bu tərəflərinin düz bucaqlı işarəsi bu da. Diagonal üzərindəki proyeksiyası deyəni verib buradan perpendikal çəkirik. Düzdür? Olacaq belə. Proyeksiyalar bax bunlardır. Biri neçədir? Biri M-dir, biri də N-dir. Deyir onların fərqi 1'dir. Yəni M çıxılsın N bərabərdir 1. Bir də deyək kiçik tərəfi 6'dır. Bura 6'dır. Bu 4 düz bucaqlının diagonal soruşur olsun. Fərqi 6'dır.
Tapaq. Olsun belə yazaq da onda. Onda n'in əvəzini yazırım. M'in əvəzini yazım. Gəlin belə yazım. Fərqi 1'dir. Bura m'dir, bura m üstəgəl 1'dir. Kiçik tərəf 6'dır. Proyeksi kiçik daxı bunun üçün. Onda belə müəllimlər, gəlin bax, şeyini tapaq, yadınızdadır, bax, düzbucaq, üçbucaqda. Metrik münasibətlər yadınızdadır, düzdür. Düzbucaq təpəsində çəkilmiş hündürlük varsa əgər, proyeksiyaları m, n'dirsə, bu da a'dır, kateti. Katetin kvadratı bərabərdir. Proyeksiyanın uzunluğu vurulsun nə hipotenuzun uzunluğu. Bax, bu düsturdan istifadə edəcəyik. Bizim katetimiz neçədir? 6. 6'nın kvadratı bərabərdir. Bax, üçbucağa baxırıq, düzbucaq, üçbucağa baxın. 6 katetdir artıq buradakı. 6'nın kvadratı bərabərdir. Proyeksiyası m'dir. Vurulsun diagonal bütöv neçədir? 2m üstəgəl 1. 2m üstəgəl 1. Buradan alırıq kvadrat tərini. Alırım 2m kvadrat üstəgəl m. 36 çıxır bu tərəfə. Bərabər 0. 4 aldım. 4, 5. 4 ilə 5 alınır. Bəli, yazmışdım. Yox, bu çevrilmiş kvadrat tənlik deyil axı. 4, 5 değil. Bunu 2'nin 36'ya vuranı 72. Vuranı 72 çıxanda 1, 9'dan 8. Olacaq nə? 2m üstəgəl 9. N çıx 4. M çıx 4. Düz vurgularını ayırdım mı? 2m kvadratı 9m çıxılsın 8m. Bəli, düz yazdım. Düzdür? İtti batdı yine. Benim yazdığım itti mi? Neçədeydi müəllimlər? Siz dediniz 60 neçə? 74. 262 səhifə. 262. Bu PDF'in bu şeyi niye belirtir ben bilmirəm. Tezsiz buraya gelir. 262'de 74. Bəli. Çok misal. Mesela saydesini çok değil. Bəli, 166 sualdır. Gördüm. 100 neçə gördüm ben orada. 74. 74. Aha, tapdım. Tapdıq neçə müəllimlər? M tapdıq neçə? Bax, beləydi, şəkil düzdür. Beləydi. Buranı tapdıq 4. Fərqi olduğuna göre burada 5 olacaq. Bəli, onda olacaq 9. Fərqi 1 idi axı ona göre. Cavab 9, diagonal 9'du müəllimlər. Sonra bura 6 idi. Sonra nəyə baxaq müəllimlər? PDF-in oraya gitməsi yaxşı olar. 75'e de baxaq. 75'e. Diğer ABC'de kvadrattır. MH perpendiküler AD bu hiç. Verilen esasın kvadratın perimetrini tapın. Bura 15, 15 beraber yanıldığında ben böyle uzatsam. Hündürlük hem de ne olacak? Median olacak. Yani böyle olacak bunda x 2 yere bölmüş olacak. Bunda kvadratın tarafı ne olacak? 2x. Bura olacak 2x. Opsi onda böyle çıkıyor ki bura 15'dirsə, bak bura 15'dirsə. Onda bu ise olacak 2x çıx 15. Bak bura. 2x çıx 15. Və son Pifagor terimindən düzbucaq üçbucaqdır belə. Bir səriyyə çəkeyim. Həm düzbucaq üçbucaq çəkirəm buradan. Baxın belədir. Bura 15'dir. Bura x'dir. Burada 2x çıx 15 oldu. Pifagorun taplığı hipotenuz 15 olan düzbucaq üçbucaq hansılardır? 12 9 elə. Bəli, 144 81. X bura 12 olsa gerek bura 9 olsun. 9 olur mu? Evet 9 olur düzdür. Olmasa x'i 9 götürərdi, yoksa 12 olardı. Demek x 12'dir. Onda BC kvadratın tərəfi neçədir? 24'dür. Perimetre 4 tərəfi 24'ün 96 perimetre soruşur bizden. C variantı oldu mənimdir. Siz əgər belə şifayət tapa bilmişsinizsə neyin? Pifagorunu tapın. 2x'in çıxılsın 15'in kvadratı üstə gerek x'in kvadratı beraber 15'in kvadratı. Buradan Pifagorunu tapa bilərsiniz ama hipotenuz 15 olan düzbucaq üçbucaqdan getmək daha yaxşıdır. Sonra 79. 79'a baxaq görün nə deyir. Deyir ki ABC'de paralelogramdır. Paralelogramda müəllimlər birinci baxaq, baxın demişdim ki bir tərəf bitişik bucaqların təbədən arasında qalan bucaq 90'dır bir mənalı.
AM 3. Bura 3. BM 4. Onda bura avtomatik 5. Düzdür? MN Bəli. uzun soruşur. MN uzun soruşur. Onda belə çeksəm mən bunu. Başka ne verib burada? Burada nəsə əlavə bir şey var. Bilmiyorum. Bir de AD 4,5. Hə, AD'ni AD'nin ver. nəsə. Hə, bu gözümün qaçdı. AD hanı? 4 onda 5. Bəli. Vəssalam. Bizdən soruşur MN uzunluğunu. Gəlin bunu belə çəkeyim. Bu ne de çekim ki olsun. Ben böyle çeksin, bunu böyle çeksin. Öyle mi? Ya da bunu böyle çeksin. Hmm. Bəli, belə olacaq müəllimə. Deməli, gəlin belə çəkeyim. Bunu belə çəksəm, olacaq nə? Ortaya düşəcək, düzdür bu? Milyon olacaq da. Onda burada neçə olacaq? Düz bucaqla düz bucaq təpəsini çəkmiş milyon hipotenuzun yarısına bərabər. Yəni 2 onda 5 deyir. Option 4 onda 5 olması üçün gərək bura 2 olsun da. Cavab B variantı. Düzdür müəllimlər? Bunların iki 5'in tembelən yarısı daxil. müəllimə. Bəli, düz bucaqda düz bucaq təpəsini çəkilmiş median hipotenuzun yarısına, yəni 5'in yarısına bərabərdir. Bildiniz niyə müəllimlər? Bax, bunu belə çəkdim. Tembelin olduğuna göre bundan bu beraberdir. Ta ki bura x'tir. Burada x'tir. Bundan da bu beraberdir. Onda belki x, 2x 5'dirsə onda x neçədir? 2 onda 5. Yeni şeydir. Hemen qaydın gedə bilərsiniz. 2 onda 5'dir. 2 onda 5'dən çıxanda 4. 4 onda 5'den 2 onda 5 çıxanda 2. Yeni şeydir müəllimlər. Hər iki versiyada gedə bilərsiniz. Daha sonra 80. 80. Şekli var. Var. He. Bəli. Deyir ki A, B, C'de düzgün 5 bucaqlıdır. A, N perpendikular C'dir. Ha bura. A, N perpendikular C'dir. PDF koy. Gelmireyim. Perpendikular buradır. Daha sonra bakaq ne deyir. BM üstə gələk MN 12'dir. BM üstə gələk MN. BM üstə gələk yazın bura. 12. Bakın görün neyse şu bizden. Olarsa BM ya sabır. İki yüz altmış iki müəllim. Tapdım. Hı -hı. Deməli BM üstə gələk MN. Yazdığım da silindir. Ne taşıyıcı. BM üstə gələk MN. Yazıram. 12'dir. Bize diyor ki BM parçasının uzunluğunu tapın. BM'in uzunluğunu soruşur bizden. Şekil çok pistir. Bizden soruşur bunu. Bizde BM üstə gələk MN. Bura Y. Bu ikisi bir yerde 12 deyir. Bu Bir yazılan. bəli, Şəkil 12. düz görürəm mən. Şəkil düz görürəm. Bəli, bəli. Əlbəttə çox bərbad düşüb. Bəli. Bizdən soruşur nəyi? X-i. Soruşsun. Bura düz bucaqdır. Onu mən buradan çəksəm belə. Burada düz bucaq olacaq. Çünki paraleldir axı ona görə. 5 bucaqlının başqa nə görürük burada müəllimlər? Siz nə görürsünüz burada? BM üstə gəl MN. Bura opsiyon 2'dir. Median
Aha. Bildim müəllimlər. Demək beraber, bak bunlar beraber, düzgün çok bucaq olduğunu göre bunlar birbirine beraber daxı. Beraber yanlış bucaq hündür hem de mediandır. Bu da mediandır. Görürsə bu median daxı. Median olduğunu verib. Beləliklə iki median nədir? Kəsir. Başa düşdünüz müəllimlər? Bax belə deyir. Düzgün beş bucaqın tərəfləri daxı bunlar. Bura AY deyək ki, bura AY deyir. Bu da AB'dir. AY ile AB beraberdir. Onda beləliklə bu hündürlük nədir? Həm də mediandır. Birdən buradan öz çəkib belə N. Bu da mediandır, düzdür? Belə düzdür. Mediandır. Medianlar beləliklə kəsir. Kəsmə nöqtəsində təpədən İki nədir? bölək. 2 Birə bölü nisbətində, nisbətində bəli. böl. Yəni bura K'dırsa bura 2K'dır. Onda deyək ki, bura K, bax, K'nın yerinə Y durub, 2K'nın yerinə X durub da. Belə deyək ki, onda burada M'dir də. Deyək cəmi neçədir? 12'dir. Onda belə çıxır ki, 3K 12'dirsə, K'dan neçədir? 4'dür. Bizdən də X olan yer, yəni 2K'nı soruşur, 8 olacaq. Bəli. Bəli, bəli. Tapdıq. Daha sonra sualımız neydi? 85. 85. Şekil yukarıdadır. Yok, ümumiyyətlə şekli yoxdur heç. Şəkil yoxdur. Deyir ABC'de trapesiyasının yan tərəfinin uzunluğu 9 və 12'dir. Gəlin bir trapesiya çəkək. 9 və 12 olsun. Oturacaqların uzunluğu 7 və 22. 7 və 22. Bu trapesiyanın hündürlüyünü tapın. Belə məsələlərdən ancaq müəllimlər belə çəkək, paralel çəkəcəyik, bax belə. Bura 7'dirsə, onda bura neçə olacaq? 15. Düzdür? Bəli. Bura 9'sa bura 9'dur. İndi bax görürsün müəllimlər, üçbucağı görün. Bakın ne aldım ben, böyle bir üçbucaq aldım. Başka bak üçbucağı görürsünüz, çeviririm kenardan. Tərəfi 12, 9, 15. Bu düzbucaq üçbucaqdır müəllimlər. Düzdür? Bəli. 15, 12, 9. Bu düzbucaq üçbucaqdır. Bizə soruş trapeziya hündürlüyü. Çəkdim buradan. Əslində bu nədir? Düzbucaq üçbucağın düzbucaq təpəsini çəkilmiş hündürlüyüdür. Düzbucaq üçbucaqda da düzbucaq təpəsini çəkilmiş hündürlük nəyə bərabərdir? Katillərin hasili bölünsün betonuz. Düzdür? 12 bölü 9 bölü 15. Bunu iksir yaparsam 3'e, burada 5, burada 4. 4 ve 9'un 36 bölü 5. 7 ondaki. B variantı bəli. Bayaq dedim mən bəzən neyəcəyik, paralel çəkəcəyik, aydın müəllimlər. Əgər tərəflər fərqlidirsə, bərabər yanı falan deyilsə, belə paralel çəkinəmişik. Daha sonra neyəcək? Baxaq nəyə? 93. 93. Bəli. Buna bir işarə qoymuşam görə. Demişim, bunu üstün demişim yəqin sizə. Diagonalları qarşılıqlı perpendikular bərabər yan trapesiyanın oturacaqların uzunluğu. Müəllimlər, bərabər yan trapesiyada diagonallar perpendikulyardırsa, mən video göndərmişdim, qulaq asmışsınız ona. Bəli. Orada nə demişdim? Demişdim bərabər yan trapesiyada diagonallar perpendikulyardırsa, hündürlüyü ilə orta xətt nədir bir-birinə? Bərabərdir. M ilə H bir-birinə bərabərdir. Oturacaqların verib 8, 12, onda M neçədir orta xətt? Toplayıb bölüm 2'ye neçə? 10. Onda diagonallar perpendikular olduğuna göre, diagonallar karşılıklı perpendikular olduğuna göre beraber yan trapeziyada hündürlük de 10 olacaktı. Uzun uzun gitmeye değil, benim kayda kimi ya da saklayın onu. Video kulaksız dikkatini izlemek lazım. Ben orada bazı şeyler demiştim ki daha tez tapabilirsiniz meselelerin hellerini. Beraber yan trapeziyada diagonallar perpendikularsa hemen trapeziyanın hündürlüğünün orta xətti birbirine beraberdir. Daha sonra neye baxaq müəllimlər? 100. 100. Bir yan tərəfinə bitişik bucaqlarının tənbölənləri 12 və 16. olan trapeziya. Trapeziya gəlin, trapeziya çəkək. Yan tərəfinə bitişik bucaqların tənbölənləri. Yan tərəfinə bitişik bucaqların tənbölənləri demişdim nədir? Bir tərəfin bitişik bucaqların cəmi hissəsinin olduğunu görə bunlar arasında qalan bucaq həmişə nə olur? Bunlar 90 olur, düzdür? Və deyək ki, bura necədir? Biri 12'dir, biri də 16'dir, eləmi? 16 və 12'dir bu yəqin ki, eləmi? Bəli, 12'dir. Bizdən soruşur nəyi? Hündürlüyü.
Hündürü gelin buradan çekeyim. İstediğin yerini çekebilirim. Düzdür. Ben buradan çekeceğim çünkü bana bura lazım olacak. Ben demiştim bak dersin izahında da demişim ki istenilen yerden hündürü çekme mümkündür. Ama bize has harfiyle oradan çekeceğiz. Gelme bir şekilde büyüteyim. Büyüdüm. Bana bak bura düz bucaktır. Benden sorsun neyi? Bu hündürlüğü bura düz bucaktır. Gelin bakalım benimler. Bak bu tembölendir. Düzdür. Bəli. Bak bucağın temböleni üzerine götürmüş nökteden. Taraflara çekilmiş perpendikülerler nedir birbirine? Beraberdir. Düzdür müəllimlər? Bak bu tembölendi. Ben buradan bak bu hündürlüğü tapmak için bak buradan çekilmiş hündürlüğü tapsın bəs beni. Bak bu hündürlüğü tapsam bana bəs O da nedir? Hansı hündürlüktür müəllimlər? Düz bucaq, üst bucağın düz bucaq tepesine çekilmiş hündürlüğüdür. Pifagor teoremine göre eğer katillər 12, yani bak bu düz bucaq üst bucağa odaklanaq. Katillər 12 ve 16 ise hipotenüs olacak. 20. 20 olur değil mi? 20. 20. Bəli. Onda haç neye beraberdir? Katillərin hasiliyi 12 vur 16 böl 20. Buradan tapsam 2 alacağım. 2'ye bölümde çok gitmeyeyim. 2'ye bölsem burası 8. 8 vur 12 böl 10. O da 9 onda 6. Düzdür. Bəli. Ha. Demek burada 9 onda 6 olduğuna göre burada 9 onda 6 olacak. Eyni kalem bu da tembölendi axı. Bəli, bəli. Bu da tembölendi. Ona göre de burada 9 onda 6 olacak. Onda hündürlüğü olacak. Bunların iki misli. 9 onda 6'ını 2'ye vuran çevir. 18, 19 onda 2. 2. 19 onda 2. Bəli. Yakın budur. Bəli, bəli. Hmm. Daha sonra neye bakalım müəllimlər? Parallelogram dili görəcəksin müəllimlər. Hündürlüğün görürsün. 100. Geçeme 103. Bəli. Bu bayakına benzeyen şekilde neyse. Diğer A, B, C düzgün çok bucaklıdır. Verilenler arasında bu çok uzun tarafından sayın tapın. Bize ne verildi? Bura 100 verir. Diyesin 100 yaxşı görünmür ama 100'dür. Burada Bəli. x deyir. Bunda beraber yan trapezi olduğum gibi burada x deyir. Çünkü düzgün çok uzakta. Burada birbirine beraberdir. X deyir. Onda tepe bucaq neçə olacaq müəllimlər? 100 üstə gəl x. Burada 100 üstə gəl x deyir. Burada 100 üstə gəl x deyir. Dört bucağın daxil bucaqlarının cəmi neçədir? 160. 360. 360. Müəllimə niyə qoşulabilirsin? 360. Deməli, dört bucaqın nə? Bucaqlar nədir? X-i 100 üstə gəl 2x deyir. Olacaq 200 üstə gəl 4x, değil mi? İkisi Bəli. adi x'lərdir. Üstə gəl 2x. Beraber 360. Buradan alacağım ki 6x beraberdir. 260'dan 360'dan 200 çıxanda 160. X de beraber 166'ya bölünür ki. Neyse verdim ki ben. 100 de gel x. 200 üstə gələ 2x. 200 üstə orada gələ mən söylemişsin, bəli. 200 bərabər 360. 200, bura 200 de gel 2x olacak. Bəli, düz. O da Bura 40 4x eləyir. oldu. 40 Bəli, eləyir. 40. Bəli, bəli. 40. Demek tepe bucağı olacak ne? 100 de gel x dedim müəllimlər. Tepe bucağı. 140 oldu onda. Daxili bucaq, hə. Daxili bucaq PDF yazısı yazacağım. 100 de gel x yani 40. 100, daxili bucaq 140'dırsa xarici bucaq olacak 40. Xarici bucaq varsa 360'ı bölüm neye? 40'a. 40'a 9. Tapıram və tərəflərin sayını o da 9 olacaq müəllimlər. Belə məsələlərdə ancaq belə getir müəllimlər. Bunların standart yolu budur. Daha sonra nəyə baxaq? Amma yaxşı məsələlərdir bunlar. Daha sonra nəyə baxaq? Suallarınız varsa müəllimlər verin. Zəhmət olmasa 108. 108. Deyir trapeziyanın 4 trapeziyanın diagonalını trapeziyanın 4 və 6 vaid uzunluqda olan diagonalları onun böyük olacağı ilə 23 dərəcə gəlin. Gəl trapeziya çəkin bir dənə. Diagonalların çəkdi ikisində. Diagonalların biri 6'dır, biri də 4'dür. Bu 4'dür, tutaq ki bu da 6'dır. Oradan diagonallar onun böyük olacağı ilə 23 və 37. Biri 23'dür, biri 37'dir. Onda bura neçə dərəcədir müəllimlər? 120. 120. Mənə soruş trapeziyanın orta xəttin uzunluğunu, orta xəttin uzunluğunu tapmaq üçün neynəyəcəm müəllimlər? Bəli. Bu 120. Gəlin baxaq müəllimlər, neynəyəcəm mən? Baxın. Bax mən buradan bir də paralel çəkəcəm. Bura 6 olduğuna göre
Burada 6 olacak. Düzdür? Aha. Burada 4 olduğuna göre onda bak burada 120'dir. Çünkü paralelseymişim. Burada 120 olduğuna göre burada 120 olacak. Yeni gelin biz bakalım. Bak bu kırmızı üç bucağı. Ha, yok kırmızı çok kızarttım. Gelin biz bakalım bu göy. Gelin biz bakalım bu göy üç bucağı. Bəli. Bura 120 dedik. 120. Bura 6 idi. Burada 4'dür. Burada mənlə otur A'dır axı bura. Burada A'dır, burada B'dir. Oturacaqların ikisi bir yerdə biz deyil nə? Yəni X deyək. Kosinus terimini alaq mı? X'in kvadratı bərabərdir. 6'nın kvadratı üstə gələk 4'ün kvadratı üstə gələk 2 vurulsun. 6 vurulsun 4 vurulsun kosinus 120. Bu Mənim sıfırdır. ora çıxaq olmur. Ha. Bəli, çıxdır. Bərabər hesablayaq. 36 üstə gələk 16. Kosinus 120 mənfi 2də 1'dir. Ona görə də bu üstə olacaq, düzdür? Hı. 2də 1'lə də 2 gedəcək. 24. O da bərabər 36'nın 24 60. Bu da 86 aldım mən. 86 düz hesabladım müəllimlər. 76. 76 eləyir. 60 76 hə, Bəli. düzdür. 76 2 bəli. çocukda 19 var. Bəli, bəli. X olacaq 76 4'ə bölünürdən 2 çocukda 19. Bəli, 2 kök altında 19. X də bizə nə idi? Gördüyünüz kimi A üstə gəl B idi. A üstə gəl B əgər 2 kök altında 19'dursa, orta xəttdə oturacaqların cəminin yarısına bərabər. Diye Düzdür? böyle. Çocukda Bəli. 19. Bəli, kök altı 19 olacaq. Bəli. Kök altı 19 A variantı. Yaxşı məsələ idi bu da. Müəllim yadınızı saxlayın belə. Sonra 110. Düşer ha Melba bu tipte. düşər, düşər. Niyə düşmür? Elə sırf mig üçündə elə bunlar. 110. Bucaqlar görün, fərqli bucaqlar görün, onları həmişə toplayın müəllimlər. Bilin ki o nəsə normal bir bucaq verəcək. Ne istemiştim müəllim? 110 demişdiniz. Bəli. Çevre daxilini çəkilmiş trapesiya. Mən demişdim çevrenin daxilini trapesiya görürsə bilin ki bərabər yan trapesiyadır. Başqa cür ola bilməz. Düzdür? Bəli. Çünki dörd bucağın daxilində olması üçün ki qarşı bucaqların cəmi hissəsində olsa da yalnız bərabər yan trapesiyada olur. Demək bu çevrədir. Bu da onun daxilində trapesiyadır. Deyək trapesiyanın baxın deyir ki trapesiyanın böyük oturacağı onun çevrenin mərkəzindən keçir. Yəni bura mərkəzdir. Trapesiyanın perimetri 30'dur. Diagonal ise iti bucağın tembülənidir. Diagonal tembüləndir. Düzdür mü müəllimlər? Bəli. Tembüləndir. Onda belə çıxır ki, gəlin baxaq. Tembüləndi, gəlin baxaq. Bax ki, bura alfa alfadır. Bax bu Z xassəsinə görə burada alfadır. Düzdür müəllimlər? Onda bu üç bucaqlar nədir? Bax bunlar bir-birinə bərabərdir. Bura A'dırsa burada A'dır. Bərabər yanına görə burada A'dır. Daha sonra nəyə baxaq? Bunlar üçü də bir-birinə bərabərsə müəllimlər, bunlar üçü də bir-birinə bərabərsə baxın. Onda belə çıxır ki, müəllim, yarım çevrə nə qədərdir? Bax, burada yarım çevrədir. PDF yazsın. Bura 180, 180 nədir? Bərabər 3 yerə 3 bərabər C-yə bölmüşük. 3 bərabər C-yə bölmüşüksə onda hərəsi necə olacaq bunların? 60. Düzdür? Bəli. 60. Demək, bax bu qövslərin hər biri, bax qırmızı qövs var, bax bura 60'dır. 60 dərəcəli qövsdə gələn vətər radiusu bərabərdirmi? Bəli. Keçmişdim də mən üç bucaq keçəndə. Əgər qövsə 60 dərəcəli qövsə vətər sökənirsə, bilin ki o radiusu bərabərdir. Onda belə ki radiusumuz A-dır. Onda bu radius da A-dır, bu radius da A-dır. Perimetr bizdə nə oldu? Neçə dənə A? 5 dənə A. 5 dənə A perimetr oldu bizdə. O da 30'dursa, onda A olacaq 6. Bizdən soruşur nəyi? Orta xətt. Orta xəttdə A bir də 2A. Bunların 3A'nın yarısı. Yəni 1/5A. 1/5A'dır. O da 9 olacaq. B variantı. Bu da yaxşı məsələdir. Mig üçün tam. Sonra müəllimlər sualımız 118. 118. Müəllimlər bunu vaxtında işləyin. Çünki buna bir də geri qayıtmaq vaxtımız, şansımız elə çox olmayacaq. 118. Ben toplumda işliyorum Melba. Bir Yaxşı içler yersiz. Çox gözəl iş görürsünüz. Təmbələrin kəsmə nöqtəsi nə demişdim? Perpendikular olur burada. 101 mənalı. Paralelogramda bir tərəf iki bucağın təmbəlləri arasında qalan bucaq 90 dərəcədir.
Trapesiyada yan tərəf bitişik bucaqların tənbəllərin arasında qalan bucaq 90 dərəcədir. Bunu bir mənalı yazın demişik. Onda Pifaqorun tapacağım mən 6, 10, bura 8 olacaq. Tamam, avtomatik. Düzdür müəllimlər? Bəli. Bizdən soruşur A neyi? AH buranı. Oxun görün paralelogramdır. Bəli. Şeyin və bunlar da heç, bu da heç. Gəlin baxaq, nəyə baxaq? Gəl baxaq. ABC paralelogram CMDM tənbilən BH hündürlük DM6 bu heç olarsa. AH-ı tapın. İkisi soruşur bizdən. AH 260 elim elmə zəhmətimizi bilədiyim mənə bu mənə 260 şöyle. PDF niyə bildirim mən bilmirəm. Bunun bir çarəsi var görüm Neçə mənə. dəfə deyil Mən oldu bilmirəm. müəllimə. Yaxşı idi axı. Bilmirəm nəsə son vaxtlar nəsə olur bilmirəm. Çox yüklənir ona görədir yoxsa nəsə. 100 demişdim müəllimlər. 265. Bəli. 118 demişdik hə burada. Yazdıqlarını uçdu getdi. Bura 90, bura 8. Bizdən soruşdu buranı. Onda baxaq. Bu da düz bucaqdır. Düzdür müəllimlər? Hə. Burada 2 dənə düz bucaq, üç bucaq görürəm. Hansı ki hipotenuzlar nədir? 10'dur. Görürsünüz müəllimlər? Düz bucaq, üç bucaqlardır. Hipotenuzlar 10'dur. Katiller eyni ola bilərmi? Olmaya da bilər. Yox, eyni deyil. Bu nətə gedək müəllimlər? Hansı yolla gedək? Yoxsa bilmədim mən. Trigonometrlə gedə bilərəm, amma trigonometrlə getmək istəmirəm. Başqa nətə gedə bilərik? Hə. Gəlin beləyək də. Buradan çəkin bayaq kimi belə hündürlük. Bəli. Bəli, 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 bəli. Burada mən hündürlük tapsam, bayaqki üsulda görsün müəllimlər. Buranı tapsam, bunlar Evet. eynidir. Bəli. X deməyim də bunu. Və buranı tapsam və sonu tapmaq asandır. Gəlin X demişim, orada X demişim, onu buraya X deyim mən. Düzdür müəllimlər? Düz bucaq, üç bucaq, düz bucaqda ben çəkilmiş hündürlük, yəni X-in kvadratı, X bərabərdir. Katillərin hansının yarısı. 6 vur 8 böl 10. 4 onda 8. Düzdür? Onda bu da 2x olduğunu görə 9 onda 6 olacaq. Məsələn, Pifagordan tapaq buranı. Nəsə tapaq? 10'un kvadratı. 19 onda 6. Gəl, y-in kvadratı bərabərdir. 10'un kvadratı çıx 9 onda 6'nın kvadratı. Gəlin bunu tapaq belə də, müəllimdir. A kvadrat çıx B kvadratı ilə də. 19 onda 6 çıxanda nə eləyir? 0 onda 4. Düzdür? Bu da 196 vurulsun 0,04. Və salam, y bərabərdir. Bundan 13 çıxacaq. Bundan da 0 onda 2. 14. 14 çıxacaq. Bəli, düzdür. Mən niyə bir səhv edirəm? Bundan 0 onda 2, o da olacaq necə? 2 onda 8. Bəli, var. Ay Allah, ya səbr, ya səbr, ya səbr. Vardı mı müəllimlər? Bəli, var. Səhifənizdə idi? 266. 66. Yox, hə, misalımız. Yox, misalım, şeyə baxırdım, misal ki, nömrəsi soruşdum, səhifənizi 118. soruşdum. Hə, çox qabaq etmişim. Hə, burada. Bunlar hamısı yanmışam, hə, bəli. Bəli, burada. Tapmışdım, 2 onda 8 aldım, düzdür? Ona baxın, görüm 2 onda 6, bəzi səhv alın, 2 onda 6 alacaqdım. Görüm, elə bir səhv eləyə bilərdim, ona baxırdım. Yaxşı, 2 onda 6 yoxmuş. Sonra müəllimlərə baxaq nəyə? PDF niyə bilir, mən bilmirəm. Bunu yolunu gəlsəz mənə deyin. Müəllimlər, deyin, görün, başqa nəyə baxaq? Biraz tez-tez deyin, zəhmət olmasa. 121. Bəli. Düz eşitdim elə. ABC'de düz bucaqlıdır. MNKD kvadratdır. Bunlar birbirine bərabərdir, yəni. Buna baxaq, biraz böyüdüm. SK 9'dur. SK burada 9'dur. Əl vurmağa qorxuram, eyvallah. KD 12'dir. Onda burada 12'dir. Onda Pifagorla burada 15'dir. Bizden soruşu C, 50'si. Gələ buranı tapım, elə mi? Onda burada 12'dir. Başka? M'de de 12 değil. Bura 12 deməli. Bura 12 deyir. Mən başqa nə bilməliyəm? Gəl, oxşarını ala bilərəm də mən.
Gəlin baxın müəllimlər. Bax bu üçbucaqla oxşarın alaq da. Gəlin baxaq. Bax bu üçbucaqla qırmızı üçbucağı baxın müəllimlər. İkisi oxşar, düzdür? Aha. Bu yaşlı üçbucaqla, yaşlı üçbucağı da buradan çəkim. Bax bu yaşlı üçbucaqla qırmızı üçbucaq oxşardır. Onda uyğun tərəflər nisbəti bir-birinə bərabərdir. Deməli, balaca üçbucaqda yaşlı üçbucaqda qarşı katet neçədir? 9-dur. Böyük üçbucaqda katet ikisinin cəmidir, yəni 21-dir. Bərabər balaca katetdə pitonuz 15-dir. Böyük üçbucaqda pitonuz SR-in özünü soruşduruyor bizdə. Opsi X deyək buna. Bura lazım deyil. X. Buradan alın, buradan X yaparım. Burada qalsın 3, burada qalsın 7. Bunlarda 3 yaparsam, burada 1, burada 5. Çarpaz vursam Allah'ım X bərabər 35. 5. D variantı, bəli. Oxşarlıqdan istifadə elədik. Bəli. Daha sonra nəyə baxaq müəllimlər? 123. 123. ABCD bərabər yan trapeziyadır, doğru. Trapeziyadır. X, onda bura 2x olsun. Bax, bilmirəm mən nəyi soruşur. CM ilə MD, BC 6, AD 10 olsun. Bura düz bucaq. AM'in uzunluğunu soruşur bizdən. AM'in uzunluğu. Təzə dərs olacağı müəllimə bu gün. Valla çatıra bilsək, hə, olmasa yox. Yaxşı. Baxın görüm hələ bir görüm, nəyə biləm hələ. Görüm, yaz çatıra bilmişsiniz mi hələ bir baxın görüm. Baxaq müəllimə. Deməli, bərabər yan trapeziyada mən hündürlük çəksəm nə alaram? Hansı yoluna gedim? Yazan müəllimlər var aranızda. Kimsə yazıb bunu? Yox, vermə, mən də yazmamışım. Heç kim yazmayıb. Mən buradan çəksəm, bax buradan çəksəm. Görüm, gedirmi bir şey buradan. ABCD bərabər yan trapeziyadır. AC perpendikulyardır BCD-yə. Bu da düzdür, bu heç. CM bərabər MD, bu orta nöqtə, bu heç. Bu mediandır da, yəni. AD 10. Gəlin baxın, bərabər yan trapeziyada. Mən demişdim, nədir? Düz bizə hündürlük nədir? Böyük oturacaqdan orta xət qədər nə ayırır? Parça ayırır. Orta xət 8-dir. Bura 8, onda bura 2-dir. Onda düzbucaqlı üçbucaqda düzbucaq təpəsində çəkilmiş hündürlüyün kvadratı proyeksiya, yəni 8-in 2-nin hasinə bərabər. Onda bura 4 olacaq. Bura 4-dür. Amma mənə nə verir bu? 4-dür. 2-dir. Peki buradan bir çəkeyim. Bəli, buradan çəkeyim onda. Buradan bir çəksəm perpendikulyar. Onda bu orta nöqtə olduğuna görə bura olacaq 2. Düzdür? 2. Bu da 2-ni yarı böldü 1. Bəli, tapdım. Bildiniz mi əlimdən tapdım? Bildiniz mi əlimlər? Bu yerin bir də deyəcəyiz. Baxın, bir də deyirəm. Düzbucaq təpəsini çəkilmiş hündürlük çəkdim, baxın. Düzbucaq, bərabər yan trapeziyada düzbucaq təpəsini çəkilmiş hündürlük. Böyük oturacaqdan ayırdığı parça orta xət qədərdir. Mən onu demişdim. Orta xət 8-dir. Bura 8-dir. Kənardan yazım. Bura 8-dir. Onda bura avtomatik 2 qalır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsini çəkilmiş hündürlük. Bura M, bura N. Düzbucaq təpəsini çəkilmiş hündürlüyün kvadratı nəyə bərabərdir? Proyeksiyaların hansına bərabər deyil. Onda mən bax bura bax bunun kvadratı 8-dən 2-nin hansına bərabər, yəni 16-ya. Yəni bura oldu 4, düzdür? İndi bura bax M orta nöqtədir. İndi mən bu M-lə bura perpendikulyar daxil düzbucaqdır. Mən buradan bu tərəfə çəkeyim. PDF keçsin belə. Burada bax bura düzbucaq. Bura düzbucaq müəllimlər. Mən burada orta nöqtədən belə çəkirəm, perpendikulyar çəkirəm, hündürlük. Bu olur nə? Bax bu orta nöqtə olduğuna görə, bax bu üçbucağın, baxın müəllimlər. Bax bu qırmızı üçbucağın nə olur? Bax qırmızı üçbucağın orta xətti olur da. Bura, düzdür? Orta xəttdə qarşıdakı tərəf, yəni 4-ün yarısını, yəni 2-yə bərabərdir. İndi orta xətt olduğuna görə bu 2-ni də yarı bölür. Bura olur 1. 1, 1.
Düzdür? İndi gəlin mən bax bu üçbucağa baxıram. Baxın bu üçbucağa baxıram, yaşıl üçbucağa. Hansı ki bir tərəfi 8-dir, bir tərəfi də 2-dir. Yox 8 yox, üzr istəyirəm. 8 üstə gəl 1. 9-dur bura. Deməli düzbucaq üçbucağımızın bu hissəsi 2-dir, burada 9-dur. Pifaqorun tapacağıq biz haranı? AM-i. Yəni Y-i. Pifaqorun 85. tapsam 85. Bəli. Kök altında 85. Bu niyə yazmırıq? Bəli, kök altı 85 C var yəni. Bizdən onu soruşurdu. Bəli. Burada nələrdən istifadə edeyim? Müəllim? Bərabiyan trapesiyada hündürlük böyük oturacaqdan orta xət qədər parça ayırır. Bir ondan istifadə edib, bir də düzbucaq təpəsində çəkilmiş hündürlük kvadratı ipidon üzərindəki proyeksiyaların hansında bərabərdir. Mən onu dərs keçəndə izah etmişdim ki, lazım onu istifadə edəcəksiniz. Deməli, yan tərəfə perpendikular gördünüzsə, müəllimlər, baxın, diagonal yan tərəfə perpendikular gördünüzsə, bax, belə perpendikular gördünüzsə, bilin ki, buradan düzbucaq hündürlük çəkəcəksiniz. 99% buradan çəkin hündürlük. Orada düzbucaq üçbucağın xassəsindən istifadə edəcəksiniz artıq orada. Daha sonra Mən 125-ə qədər yazmışdım müəllim. müəllimlər, Ben de 130'a kadar yazmışım. Öyle 130. 130'un özü. Kalanlarını yazmamışsın müəllimlər bəs. Nə qədər misallarımız Ya- qalıb? Yardım verme. Toplumda işleyirəm. O yüzden çatıramıyorum. Bildim, Vaxt anladım çatır. müəllimə. Sizə özə təşəkkür düşür. Yaxşı yersiz müəllimi. Birinde ondan başladım elbette. Bazen ben biraz zayıf. Ondan sonra buna geçtim. Ondan sonra yazabildiniz mi bunu rahat? Vermem. Allah'a şükür, çox şükür. İndi gəlir 130. Müəllim, bu topun işlemi yaxşıdır. Vaxtınız varsa işləyin, bəli. 130 deyək, diaqonları qarşılıqlı perpendikular olan düzbucaq trapesiyanın. Mən dərsi keçəndə demişəm ki, əgər düzbucaq trapesiyada ümid edin qulaq asmışsınız dərsimi. Diaqonlar perpendikulyardırsa, burada 2 dənə xassisə var. Bu H-dır. Çünki kiçik yan tərəf hündür yol həm də. Bura A-dır, bura B-dir. Bu D1 kiçik diaqonaldır, bu D2 də böyük diaqonaldır. 2 xassisə var. Düzbucaqlı trapesiyada diaqonal perpendikulyardırsa, oturacaqların hasili hündürlüyün kvadratına bərabərdir. Oturacaqların nisbəti diaqonların nisbətinin kvadratına bərabərdir. Bax, bu eşək xassələrdir. Bax, bunların çoxmaq istifadə edəcək, bilmirəm mən nə deyir. Oturacağın uzunluğu 8 və 18-dir. Deməli, düzbucaq trapesiyanın oturacaqların uzunluğu 8 və 18-dirsə, onda hündürlüyün kvadratı bərabərdir. 8 vur 18. O da neçə verir? 80, 64, 144. 144 neçədir? 12 kvadrat. Deməli, bura 12-dir. Kiçik yan tərəf, yəni hündürlük 12-dir. Bizdən soruşur nəyi? Bura 18-dir, burada 8, yox, bura 8-dir, burada 18-dir. Mən demişdim, düzbucaq trapesiyada nə deməlilər? 99% yenidir. Bax, bu kör bucaqdan hündürlük çəkirik. Bura olur 8, onda bura qalır 10. Burada 12-də düzdür. Bəli. Evet. Diaqonalın kəsmə nöqtəsinin oturacağı qədər məsafə. Bunu soruşur bizdən. İki oturacağa qədər. Kiçik yuxarını, bunu soruşur bizdən. Bunu. Heç bunu tapsam, onu tapış olacağım da elə məndə. Düzdür. Gəlin Evet. baxaq. Baxaq. Gəlin baxaq. Bu 12, 8. Şəkil təzini çəkim, qoyub mən bunu. Şəkil təzini çəkim, biraz böyük çəkim. Deməli, buranı tapdıq 12. Mənim də belə çəkim. Çəkim belə. Buranı tapdım 12. Diaqonalların kəsmə nöqtəsindən məsafəni soruşur bizdən, düzdür? Yox, buranı soruşur. İkisi fərq yoxdur, buranı eyni şeydir. Deməli, bura 8, bura 18, bəli. İndi gəlin müəllimlər, baxaq. Axı bu üçbucağa baxaq, bəli, gördüm. Burada qum saatı gördük mü müəllimlər? Bəli. Qum saatına Evet, görə, sarı. bax belə, baxın, qum saatına görə x-in y-ə nisbəti, müəllimlər? X-dən y nədir? Uyğun hündürlüklərdir də. X-in y-ə nisbəti uyğun tərəflər, yəni 8-in 18-ə nisbətində bərabərdir. Bunu da ixtisar yaparsam 4-ə, yox 2-yə. 4 burada, neçə də burada? 9 da burada. Onda x 4K-dır. Y də 9K-dır. Hansı ki bu ikisi nəyə bərabərdir? 12-yə bərabərdirmi? 13K
12 desə onda k neçə olacaq? 12 böl 13. Mənə soruşur y-i. Y-də 9k-dır. Onda olur 13'də 9 12 oranı neçə edir? 108. Cavab budur. Tam sistemə ayırıb. 108'i bölək nəyə? 13'ə. Neçə düşür mənim? 7 dəfə düşsə. Yox. 8 dəfə düşsə. Düz yazıram. Yəni bir kiçik Məndən oturacaq. soruşur bunu. Kiçiyi soruşur. 4K-nı. 4K-nı soruşur İyi düz de. müəllimə. Bəli. Onda 13'də 4'ə 12 oranında 48. 48'də hansıdır? Deyib bu deyək ki. Bəli. 39, Evet. 9, 48 oldu. Bəli, budur müəllimlər. Burada hansı xassədən istifadə etməlidirlər? Hündürlüyün kvadratu bərabər nəyə? Oturacaqların hasilinə. Bir də nədir? Qum saatını istifadə edirik. Vəssalam. Bu xassələri bilmək lazım müəllimlər. Başqa sualımız var mı? Xeyr. İndi o bir müəllimə Xeyr, yazıb mı, müəllim. yazmır, bilmədim. O bir müəllimə yazıb mı, yazmayıb mı, bilmədim. Bəli, müəllim. Bu gün ümumiyyətlə müəllim gülmədi. 2 nəfər biz qalır. 3 nəfər girib kimsə. 3 nəfər, 4 Sonra nəfər, çıxdı 2 müəllim. nəfər qalıb, bir nəfər də çıxıb kimsə. Bəli. Üçüncü sınıf müəllim. 2 dənə də sizə. Necə müəllimə? 2 dənə də sizə. Birində kayd olunur, birində danışırsınız. Düz, 2 nəfər qalmışsınız. Olmaz Bəli. belə. Belə olmaz. Mən bilmirəm kim nə yazıb, nə yazmayıb. Sonradan qulaq asırlar, amma nə olsun, effekt vermir axı çox da. 100 neçə dənə müəllimə? 160 neçə? 66 olmalı. Mənim də yaxşı misallardır. Bunlar hamısını yeşik yazın ha. Yaxşı Çatdığın müəllim. axıra çatdın ki, emoşinin işləmək daha rahat olsun. Sürətlə gedəndə emoşinin işləyəcək əsas. O Hə, birisindən o oldu bir mənim 2023'dən. Oradakiler Bəli, yaxşıdır. Sürətlə gedəndə olun. Bunları işləyin, bazı toplayın ki, onu neynəyəsiniz, işləyə biləsiniz. İnşallah. Onda müəllimlər, onda neyniyim mən? Məcbur yekunlaşdırım da. Onda gələn Bəli. dəfə bu hamı təhvil verəsiz, o dəqiqə mənə yeni dərs keçərəm. Müəllim, Ya da sizin mixli sınaqlar var. Yaxınlar sınaq eləyəcəm özüm. Köhnə sınaqlar istəmirəm. Təzə sınaq eləyəcəm özüm. Hə, yaxşı müəllim. Yaxınlarda eləyəcəm müəllimlər. Yaxşı. Əvvəlkilərin miqlərinə baxırsınız müəllimlər. Bəli, müəllim, orada baxıram mən. Oradakı mesela öyrəndiyiniz mövzuların içərisində mən bunu daha yaxşı yaza bilirəm dediyiniz var. Bəli, bəli. Çox İndi gözəl. hal-hazırda əvvəl Əvvəl yaza bilmirdim, indi yaza bilirəm dediyiniz şeylər varmı? Bəli, Mövzular. bəli. Çox gözəl. Onda belə çıxır ki, mən göndərdiyim videoya diqqətlə qulaq asın, qeydlərinizi aparın. Orada mən xeyli şey demişəm. Düzdür, çoxu hamını bildiyi şeydir, amma orada xırda-para daha doğrusu bəzi şeylər var ki, onları mən xüsusi vurğulamışam ki, onlar biləndə məsələləri həll etmək daha rahat olur. Oldu müəllimlər, onda sağollaşaq mı? Bəli, müəllim. Onda yaxşı, sağ olun. Gələn dərs görüşərik. Növbəti dərsimizə baxaq görünək. Sağ olun, müəllim. Yaxınlarda sınaq edəcəm. Onu görə təkərləyin müəllimlər. Yaxşı, müəllim. Yaxınlarda sınaq edəcəm, təkərləyin. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun.